Uşaqlar başlayırıq. Dünən demişdim ki, bu gün 5-ci gün idman dərsi olduğuna görə biz lövhədə sərbəst imla yazırıq. Aha, ürəklər əllərini qaldırıblar. Görə kimdən başla? Mənim niyə qaldırmırsan qızım? Gəl görüm elə. Gəl görüm sən. Markerini götür gəl yanıma. Mənim dediyim yoxsa de məndən də götür. Stolun üstündə var orada. Uşaqlar, imla deyəndə ki, mən sizə qarışıq cümlələr deyəcəm və siz nə edəcəksiniz? Cümlə necə başlayır? Cümlənin sonunda hansı işarə sifat? Əlini sal aşağı. İndi mən deyirəm ki, qızım, Məryəm, mənim üçün yazırsan ki, zürafə ərik yeyirdi. Özün başla. Dibdən başla qızım. Necə dedim? Dibdən başla. O cümlə yazılmış kimi. Çünki yoldaşlarında yazacaq, sonra yerimiz qalmayacaq. Zürafə ərik yeyirdi. Aferin qızıma. Qızım, bəs niyə qaldırmırdın? Maşallah. Gör nə gözəl də yazdın. Heç bir səhv olmadan, aferin. Birinci 5 alır Məryəm qızım. Əyləş. Mən deyəni çağırıram. Yox, Turqut ki. Turqut, sənin boyun çatır balam. Bax, buradan səliqəli yuxarıdan yaz. Elə buradan yaz. Ki, hamısı al. Aferin. Sən də mənim üçün yazacaqsan ki, timsah tək darıxırdı. Necə başlayacaq? Ay, sağ ol, yükü yazdı. Timsah tək darıxırdı. Aferin bizə. Darıxırdı, hə, qaraladıq. Necə dəftərimizdə, get düzəldə. Bunu da ekim. Çatındır da, yox. Darıxırdı. Cümlənin sonunda hansı işarəni qoymalıydıq, Turqut? Aferin. Uşaqlar, Turqutda səhv yoxdur əslində. Sadəcə olaraq burada mən sildim deyə darıxır oldu da. Çatın idi, yuxarıdan. Çətin idi, amma sən çox gözəl yazdın. Aferin sənə, Turqut. Sakit qaldırıb Nərgiz ki, gəlsin lövhəyə. Gəl Nərgiz. Hamımız gələcəyik uşaqlar, hamımız gələcəyik. Qızım, boyun çatırsa sən də bax buradan yaz, ortadan. Ki, səliqəli olsun. Sən də mənim üçün yaz ki, dəvəquşu yerə düşdü. Dəvəquşu yerə düşdü. Mətndən qısaldıb cümlələr deyəcəm sizə. Yerə düşdü. Aferin, qızım nöqtəsini də qoydun, Nərgiz, aferin. Bir qız, bir oğlan gələk hələ ki. Gəl balam. Sən də mənim üçün yaz ki, kenguru çayı keçdi. Kenguru çayı keçdi. Nə gözəl sakitçi idi sinif, bəhbə. Keçdi? Bəli. Aferin Uğurat, hərf səhvimiz olmadı. Hələ ki, yaxşı gedir. Kim gəlsin? Sürəyyə, gəl qızım. Sonra Altay gələcək. Sürəyyə, gəl. Hamımız gələcək oğlum. Heç həvəsdən düşmüyor. Bəs bayaq mən markerimi... Hadi bura qoyub, götür qızım. Lövhədədir, götür onu. Sən də mənim üçün yazacaqsan ki... Hələ ki, timsah mətnindən deyim. Yenə buradan yazaq. Yaz ki, qızım. Timsah xoşbəxt idi. Timsah qızım çox çıxılı yazdın. İyni nöqtəsini qoy heç olmaya. Mən oxuya bilirəm amma timsah xoşbəxt idi. Xoşbəxt. Qızım nə yazdın ora? X yaz. Xoşbəxt yox, xoşbəxt. Deyən çətinəcək mən sizə. Hə, xoşbəxt. X-nın. X. Ay, x-nın yox, xoşbəxt. Xoş. Yox, məxt yazsan, qızım, bəxt deyirəm mən. Xoşmət yazdım, xoşbəxt. Oradan, mırdan sil, hə. Qara günə qoydun, ay Sürəyyə, bu nədir bala? Xoş yaz əlbəttə mənim üçün, xoş yaz elə. Xoş. Biraz yekə yaz, görünmür. Ş yaz. İndi bəxt yaz. Bəxt. B. Çaşma, bəxt. Yenə x. Sonra t. Xoşbəxt demədim. Ay Sürəyyə. İndi öyləsən ha qızım. T.
Hə, oldu. Bax, şok damağına bax, dəfədə bir şok deyirsən, Nə olacaq cümlənin sonunda qızım? Ay, nöqtəsini qoy əyləş. Altay, sən demişdim, gəl. Altay indi mənim üçün yazacaq ki, balası ilə çiçək yığır. Eyni heyvanatlarını təkrar yazdırmayacağım ona görə. Orada narahatsansa gəl bu tərəfdə yaz. Orada sən narahat, gəl burada yaz. Gəl burada yaz. Gəl buradan yaz. Hə, balası ilə cümləncə başlayacaq Altay. Ay, sən niyə balaca ilə başladın bəs? Olar ya sən elədin, amma neysə yaz. Balası ilə çiçək yığır. Ay, sağ ol. Çiçək yığır. Cümlənin sonunda nə olmalıydı? O nöqtəni unutmayın da uşaqlar. Aferin. Gəlirsən Banu. Banu, sən orada aşağıda yer çatırsa aşağıdan yaz. Sənin üçün daha da rahat. Bax onun altında. Yaz ki, hirslənmiş kenguru hoppandı. Sənə çətin cümlə düşdü. Hirslənmiş. Amma qızım yazacaq, mən qızım arxayla. Hirslənmiş. Ay, sağ ol. Qızım danışmırıq falan. Kenguru. Demə oğlum, gözlə girər xətkeş. Hoppandı. Hoppandı sözü necə olur? Yox, böylə yox. Həmişə deyirdin özün imlada. İçində nə bilim 2 dənə nə olur, nə olmur. Ay, sağ ol, almışsan şunu. Yusuf, gəlmirsən? Aferin sənə. Banuda heç bir səhv yoxdur. Amma deyə bilərsiniz ki, bu kenguru niyə böyünə yazıb? Çünki kenguru adam adı deyil. Amma bizim bu keçdiyimiz yöndəmsiz timsah mətnində kenguru obraz kimidir. Mən də oradan yazdırıram, eybi yox. Onu düz qəbul edirəm. Amma başqa bax, adi bir bədii cümlə, bədii mətn yazdığımız zaman kenguru insan adı deyil. Sadəcə bizim mətnimizdə obrazı deyə böyünə yazdıq və onu qaralamırıq. Səhv qəbul eləmirəm, amma digər mətnədə nəzər almağımız mütləqdir. Sonra gəlsin görüm Rıza. Rıza, gəl balam. Rıza, sən mənim üçün nədir balam? Kenguru yazıb da. O uçuq dərindən o yazırdı. Sən buradan yazacaqsan ayrıca. Buradan yaza bilirsən rahat. Yaz ki, kədərlə ətrafa boylandı. Kədərlə niyə balaca ilə başladın ki? Elə ki olmuraq. K-nın böyük ilə yazılmıraq Rıza. Sən hərfin özün böyük yazmısan, amma böyük K yazmamışsan. Böyük K necə yazılacaq? Banunun yazdığı kenguru sözünün K-sına bax. Böyük K. Kədərlə o... Haradan başladın? Hə, yaz bala, yaz. Kədərlə Kədərlə. Sən kədər yazdın balam. Bu nədir yazdın bura? Bu nədir? Kədərə dedim mən. Kədərə yoxsa kədər? Niyə sorarını yaz? Kədərlə. Yaz indi ətrafa. Rını ilə yazsan ki balam. Ancaq mən oxuya bilirəm. Onu məndən başqa heç kəs oxuya bilmir. Və yaz ətrafa. Bax, həmişə hərfləri yirik. Burada quş qoy anı yaz. Ətrafa anı yaz orada. Görsən Rıza, bax, yeni səhvlərimizdir. Boylandı. Hərfləri yemə. Boylandı. Kimdə olur əgədən cümləydən? Yaxşı, heç olmaz. Bunu hələ var. Altay, niyə edərsən? Turqutu çəkmirsən. Boylandı. Sonunda nə işarəsi Rıza? Nöqtə. Məhəmməd Əli, gəl. Əli, Hüseyin qalmışsan sən də, hə? Səssiz. İndi Məhəmməd Əli, sən mənim üçün yazacaqsan ki, Məhəmməd Əli, sən buradan yaza bilərsən, ardıcılıq geçsin. Yaz ki, dərhal çaya yaxınlaşdı. Dərhal, ay sağ böyünə başladı. Dərhal, nə yazdın orada? Dərhal yox. R, dərhal. R'dır bala, o R'dır. Dərhal çaya yaxınlaşdı. Ata yoruldun deyəsən, qaynayırsan orada. Yaxınlaşdı. Əli Hüseyin, gəl. Aferin Məhəmməd Əli. Aferin. Diqqətlə çəkdim ki, hərflər tam oxuna bilsin, düzdür. Sən buradan rahat yaza bilirsən, buradan yaz. Deməli, Əli Hüseyin də mənim üçün yazacaq nəyi?
Yöndəmsiz olduğundan utandı. Yöndəmsiz. Ay, bence de ay. Yöndəmsiz. Kimdi o çaqqıltı edir? Ay Vüsal. Yöndəmsiz. Yön yok, yön. Nını. Nı. Ay sağ ol. Yöndəmsiz. Yo balam, yo oğlum. Yöndəsiz yazdım. Hərflər də bax, necə dəftərdə birləşdirmirsən, müəllimə istər, burada da elə. Nınla dını birləşdir. Dəm, mı. Mısın yaz. Siz. Olduğundan, bax hecaladım sənin üçün. Olduğundan. Yox, hı. Olduğundan. Ay sağ ol. Nısı da var axırda. Düzdür, nısını da yaz. Yeni yaz, utandı. Utandı. Kimdi o danışan? Qoy belə də fırladım, düşsün hamı. Utandı. Cümlənin sonunda nə olur balam? Aferin. Sənin cümlənin sözləri uzun idi, amma yenə də oldu, alındı. Sonra Yusif gəl. O sırada bir dənə Yusif qalıb, hə? Yusif gəlsən. Yox, bu sıranı deyirəm mən. Orada bilirəm qalmışsınız. Görə ya Yusif. Yusif, buradan yazırsan, bura rahatdır sənə. Yaz. Leysan yağmağa başladı. Səssiz olaq. Leysan. Altan yıxılacaqsan, aslı eləmə. Gör necə balaca yazır. Düz gedirsən. Burada 2 dəfə düşdü bu. Sən pozan dərsindir, qələm yalan dərsindir balam. Neyirsən onu sən? Qoçan qələm qabmadı. Aferin Yusifə, Leysan. Yağmağa başladı. Çox gözəl, hərf səhvsiz, sərbəst, əla. Abbasov, gəlməmsən, gəl görüm. Gəl balam. Sənin üçün gör, rahatdır buradan yazmaq. Buradan yazmaq rahatdır. Oradan yazacaqsın. Olar, sakit olun. Gəl mən buradan silim. Bir balaca silə, oradan rahat yaz. Yaz ki, dəvə quşunun tappıltısı gəldi. Biraz cümlə qısaldaq da. Dəvə quşunun tappıltısı gəldi. Müsal, düz otur. İslam əli, gəlmirsən sən? Gəlməmişsən? Nədir qızım? Yazmalıyıq qızım. Lütfen yazmalıyıq. Hər birinin ölçü vahidi olur. Aferin Abbasov, maşallah sənə. Əyləş, çətin sözüydü. İndi İslam əli, gəl balam. Ondan sonraki səhifədə uşaqlar. Sən də mənim üçün yazırsan ki, İslam əli. Dostları onu bəyənmirdi. Dostları onu bəyənmirdi. Yox qızım, yox olmaz. O mənim istəyimlə deyil, o qayda qanunla elədi qızım. Dostları onu bəyənmirdi. Zeynət hazırlaşsın, Zeynət gəlir. Bəyənmirdi. Düz yazdı, çıxıl yazdı, amma oxuduq biz. Aferin. Zeynət, gəl qızım. Yaz bura. Göy guruldadı. Sənə biraz balaca. Göy yaz əvvəlcə. Niyə balaca ilə başladın ki qızım? Cümlə balaca ilə başlayır. Guruldadı. Baxın dursun. İndi deyib o, buralar elə. Qızım, qu demədim, mən gu dedim, gu. Sən qu yazmısan. O düzdür ki, qını düzəlt. Dəftərlərə bax belə səhvlər edirsən, qı ilə qını qarışdırırsan. Ay, sağ ol. Guruldadı. Gurul. Yox, guradı yazdın qızım. Əli bir çək. R düzdür. R-dan orada səhvdir. Gurul. Rul. Rul. Hə, l. Dadı. 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 Fikir bitdi. Ay, sağ ol. Vüsal, gəl. Sənə qısa cümlə deyəcəm balam ki, görüm yazaq da. Yaz bura, yaz ki, o atdı. Hərflər sadə hərflər olsun. O. İndi yox, qı demədim axı mən sənə. O dedim, onu niyə xət qoyulmuş. O. Yaz indi, atdı. At. At yaz.
Ya da aldı yaz, rahat olsun. Lını daha yaxşı yadına qal. Düzdür, o niyə sildin ki? A yaz. Aldı. D. D hansıdır? Yeni yaddan çıxdı hərflər. D, Vüsal. D. Bax, göstərim sənə burada. Deyə, bax, bu D-dandır. A-ya oxşuyur. I da yaz. Aldı. I da yaz. I. De, I budur, bax. Nöqtə qoy. Olsun. Gələn dəfə biraz da çətin hərflər deyərəm. Gəl görüm Mikail. Mikail, sən mənim üçün yazacaqsan ki, çay daşdı. Buradan yaz. Çay. Çay demədim, çay. Çınan yox. Balaca çınan başladıq cümləni. Cümlə balaca ilə başlayır. Çay. Nə yazırsan balam? R yazdın. Mən çay dedim. Çayı. Yasın yaz. Yaz daşdı. Salonu qoy mənim stolumuzda tez. Qatda qoy mənim stolumuzda. Cəld ol. Daşdı. Cümlənin sonunda nə olacaq? İndi evdədir, gəl. Yaz bura sən. Şimşək çaxdı. Şimşək. Bu hansı hərfdir? Bax, bu çığdan sonraki. Ay, sağ ol. Cümlənin sonunda nə olacaq? Şunun burada xətti də var. Deyirəm ki, ay Vidadi, gör nə gözəl hərf səhvin olmadı. Bir dənə 1 dəqiqə yazdın. Bir dənə xətti bir dənə var ha. Nömrə 1 olarsan. 1 dəqiqə yazdın, qutardın. Aferin sənə. Həqiqətən. Gəl görüm qızım. Gəl görüm. Cəld ol, sən qaldın. Uşaq gəlməyən qalmadı ki. Yaz, hava qaraldı. Hava qaraldı. Cümləcə başlayacaq. Hardan istə? Gəl bura bala. Buradan yaz. Buradan yaz. Yox, balaca ilə başladı qızım. Cümlə balaca ilə başlayır. Hava. Yaxşı baxacağam. Hava. Ha, qoy stolun bala. Hava. Qızım. Hava. O A qalsın belə hava olsun. Yaxşı, buna dəmə. İndi yaz qaraldı. Qına ayrı yaz. Ay, sağ ol. Qaral. Yox, qardı yazdın sən. Qaraldı. Al yazmadın axı. Al yaz. Al yaz. Al. L. İndi D yaz. Qaraldı. Qaraldı. Demədim ki, qaraldı. D-dan sonra ısı da var. Nöqtəsində qoyuruq, cümlə bitdi. Qızım, mən fikir verdinizsə əgər bəzi uşaqlara 2 hərfli söz dedim, bəzilərinə 3 hərfli, üzr istəyirəm, 3 sözdən ibarət cümlə dedim. Bəzilərinə də bəli, hətta 4 dənə dedi. Sən bayaq getməmişdin, otur, yaxşı get. Bir dərsdə 2 dəfə ayaq yolu olmur, 6 ay, bir də icazə verməyəcəm. Deməli, uşaqlar, gələn dəfə bu 2 söz yazan, cümlə yazan yoldaşlarımızı gələn dəfə cümlələ sözlərin sayını artıracağım. Aydın oldu? Məncə Vidadi üçün çətin olmayacaq. Bəlkə Mikailin Elif üçün bir bazı çətin ola bilər. Əyləşin balam. Bugünlük bu qədər.